Özünü uca Rəbbinə təslim eylə. Özünü onun qarşısında aciz olduğunu etiraf eylə. Ürəyini ona aç və bütün işlərini ona həvalə eylə. Duanı böyüt. Demək ki, dua istəklərim azdır, çoxdur. İstəyə güclü sarıl. Unutma, Allah heç kimi rədd etməz. Heç bir diləyi cavabsız buraxmaz. Kim bir ehtiyacla ona üz tutsa, o ehtiyacı qarşılayar. Kim ruzini Allah'tan diləyərsə, doğru yerdədir. Çünki ruzi yalnız ondadır. Kim Allahın mərhəmətinə güvənərsə, onun xəzinələri sonsuzdur. Nemətlərini bol-bol verər. Ona görə ondan istəməyə davam et. Onun lütfünü dilə. Onun gözəl ehsanlarını arzu eylə. Əgər gecikərsə, səbirli ol. Baxın, duanın sirləri. Əgər gecikərsə, səbirli ol. Əgər tez cavab gəlməzsə, ümidsiz olma. Çünki o ucadır, qüdrət sahibidir. Qapılar bağlansa da Allahın qapısı daim açıqdır. Əgər istədiyini ala bilmirsənsə, bu dua etməyə davam etməyin üçündür. Çünki dua fəlakətləri uzaqlaşdırır, qorxulardan qurtarır, səni Allahın hifzinə, qorumasına gətirir. Qurandan bir ayə. Bəs sıxıntı içində dua edənə cavab verən kimdir? Nəml surəsi. Duanın gücü ilə Yunus balığın qarnından çıxarıldı. Duanın gücü ilə çarəsiz insanlar çarə tapdı. Dua ilə dənizdən sahilə doğru ümidlə yol alındı. Əgər bütün insanlar yuxuya getsə, hamı rahat döşəyinə uzansa, sən əllərini qaldır və gecənin qaranlığında uca Rəbbinə yalvar. Bu da duanın qəbul olunma sirlərindəndir.